6 aylıq körpəniz reflüdürsə nə edə bilərsiniz? Az-az, tez-tez qidalandırın. Qidalandırdıqdan sonra 20-30 dəqiqə müddətinə vertikal vəziyyətdə tutun. Yatmazdan əvvəl yastığını 15-30 dərəcə bucağı altında qaldırın. Əgər övladınız bütün bunları etmənizə rağmen kilo alımında ləngimə varsa, qusmaları davam edirsə, ümumi əhval-ruhiyyəsi pozulubsa, yuxusu pozulubsa, həkimə müraciət edin. 1-5 yaş arası uşaqlarda isə reflü zamanı qidalanmalarına mütləq şəkildə diqqət etmək lazımdır. Qida rasionundan noxud, mərcimək kimi qıcqırması yüksək olan qidaları rasiondan çıxarırıq. Bundan əlavə banan, şokolad, greypfurt, kivi kimi qidaları tamamilə rasiondan çıxartmaq lazımdır. Bundan başqa yatmazdan 2 saat əvvəl qidalanmanı dayandırmaq lazımdır. 6 yaşdan yuxarı uşaqlarda əgər reflü müşahidə ediriksə, yuxarıda saydığım qaydalara riayət olunduğu halda hələ də reflü davam edirsə, step by step gedirik. Yəni birinci saydığımız qaydalara əməl edirik. Əgər heç bir nəticə yoxdursa, PPI qəbulunu tövsiyə edirik. PPI qəbulu 4-6 həftədən sonra hələ də şikayətlər davam edirsə, xəstəyə 3-cü step olan endoskopiya tövsiyə edirik və endoskopiyanın nəticəsinə əsasən müalicəmizi yazırıq.